Bakıda liseydə silahlı insident baş verib. Hadisə Binəqədi rayon ərazisindəki liseydə qeydə alınıb. Bildirilib ki, 10-cu sinif şagirdi müəllimə silahdan atəş açıb. Müəllim dərhal xəstəxanaya çatdırılıb, vəziyyətinin ağır olduğu bildirilir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, hadisə bugün saat 9 radələrində baş verib. Şagird atasına məxsus ov silahı ilə məktəbə gələrək orada müəllimə işləyən qadına xəsarət yetirib. Polis əməkdaşları tərəfindən şagird saxlanılıb, ondan ov silahı götürülüb. Hadisə ilə bağlı Respublika Təcili və Təxirə Salınmaz Tibbi Yardım Mərkəzi və Kliniki Tibbi Mərkəzi də məlumat verib. Məlumatda deyilir: odlu silahdan açılan atəşlə zədələnmə diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Müvafiq laborator və instrumental müayinələr aparılıb. Hazırda onun müalicəsi cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti orta ağır olaraq qiymətləndirilir, faktla bağlı araşdırma aparılır.